Salam, hər vaxtınız xeyir. Bu gün fizika 7-ci testlər və suallar toplusundan elektrik sahəsi induksiya ilə elektrikləmə mövzusunun bəzi testlərinin izahına baxırıq. Burada ilk sualları izah etmək istəmirəm, o qədər də ehtiyac yoxdur. Başlaya bilərik 20-ci sualdan. Elektrik sahəsinə gətirilmiş miqdarı 400 mikrokulon olan sınaq yükünə 48 Newton qüvvə təsir edir. Sahənin intensivliyini hesablayın. Deməli, verilənləri qeyd etsək bizə verilibdir yükün miqdarı, buradan yazıram. Q bərabərdir 400 mikrokulon. Biz də bunu kulona çevirsək, yəni mikronu ləğv etmək istəsək, bilirik ki, mikro 10 üstü mənfi 6-dır. Yazarıq 400 vurulsun 10 üstü mənfi 6 kulon və yaxud da bu 2 sıfırı da ləğv etmək istəsək, yazarıq 4 vurulsun 10 üstü mənfi 4 kulon. Yükümüz olur 4 vurulsun 10 üstü mənfi kulon. Bəs qüvvə F bərabərdir, onu da veribdir 48 Newton. Bizdən də tapmağımızı istəyir intensivliyi. İntensivliyi bilirik ki, Y bərabərdir F bölünsün Q düsturundan tapılır. O da bərabərdir. F-in yerinə yazırıq 48 Newton. Q-nün də yerinə yazırıq 4 vurulsun 10 üstü mənfi 4 kulon. Buradan 48-i 4-ə bölsək eləyər 12. Aşağıda qalır mənfi 4. Bu da kəsrin sürətinə çıxanda müsbət 4 olur. Daha doğrusu 10 üstü mənfi 4 olur. 10 üstü 4. Yəni 12 vurulsun 10 üstü 4. Bunu da baxırıq, burada elə cavab yoxdur. Çevirə bilərik nəyə? Yaza bilərik məsələn 120 vurulsun 10 üstü 3. 10 üstü 3-ün də yerinə cavablarda kilo veriblər. Yazarıq 120 kilonewton bölünsün kulon şəklində qeyd eləyə bilərik. Cavab olur C variantı. 21. Müsbət yüklənmiş birinci şar ikinci şara yaxınlaşdırıldı. Bu zaman ikinci şarın sol tərəfi necə yüklənər? Deməli, əlimizdə bir müsbət yüklü şar var və bir neytral şarımız var. Deyir, bu şarı ikinci şara yaxınlaşdırsaq, ikinci şarın sol tərəfi, yəni bu tərəfi necə yüklənir? Bu müsbət yüklü şarı biz ikinci şara yaxınlaşdırsaq, bu şar neytraldır da ikinci şar. Bunun daxilində həm müsbət yüklər var, həm mənfi yüklər var. Müsbətlər və mənfilər paylanıblar bunun daxilində. İxtiyari şəkildə. Biz müsbəti yaxınlaşdıranda bu müsbət neyiniyər? Bunun mənfilərini, yəni müsbət yüklər mənfi yükü cəzb edir. Əks işarə yüklər bir-birini cəzb edir. Bunun mənfilərini cəzb edir və mənfilər bu hissəyə yığılar gəlib. Yəni sol tərəfə mənfilər yığılar, müsbətləri də itələyər, müsbətlər də gəlib hara yığılar, sağ tərəfə yığılmış olar. Onda bizdən soruşduğu bunun şarın sol tərəfi necə yüklənər? Şarın sol tərəfi mənfi yüklənər. Elektrik sahəsinin intensivliyi 36 Newton bölünsün kulon olan sahəyə gətirilmiş və miqdarı 6 kulon olan yükə təsir edən qüvvənin qiymətini hesablayın. Verilənlərimizi qeyd eləyək. Verilib deməli bizə intensivliyin qiyməti Y bərabərdir 36 Newton bölünsün kulon. Daha sonra verilib yükün miqdarı Q bərabərdir 6 kulon. Bu sınaq yükünün miqdarıdır. Q sıfırla işarə eləyək və qüvvənin qiymətini F bərabərdir sual. Biz Y bərabərdir F bölünsün Q düsturunu bilirik, intensivliyin düsturu. Buradan F-i tapsaq, bunu bilirik ki, məxrəcinə 1 qoyub çarpaz vururuq və F bərabər olur Q vurulsun Y-yə. Bizdən Q də var, Y də var. Q-nün qiyməti 6 kulondur, E-nin qiyməti isə 36 Newton bölünsün kulondur. 6-nı da 36-ya vursaq, bu eləyər 216 Newton. Cavab olar D variantı. 23. Müsbət yüklənmiş birinci kürənin ətrafına 2 neytral kürə qoyulmuşdur. Əgər bu, deməli, kürələr birinci kürəyə yaxınlaşdırılarsa, ikinci və üçüncü kürənin sağ tərəfi necə yüklənər? Deməli, burada bizdə bir müsbət yüklü kürə var, mərkəzdə, ortada. Bu kürənin ətrafında 2 neytral kürə var və bu kürələri birinci kürəyə yaxınlaşdırdıqda hər iki kürənin sağ tərəfi necə yüklənəcəyini tapmağımızı istəyir. Gəlin əvvəlcə ikinci kürə tərəfdən baxaq buna. İkinci kürəni birinci kürəyə yaxınlaşdırsaq, birinci kürə müsbətdir. İkinci kürənin daxilindəki hansı yükləri özünə cəzb eləyər? Mənfi yükləri, bayaq dediyimiz qaydada. Deməli, bu hissəyə gələr mənfilər yığılar və bəs müsbətlər ara yığılar. Müsbət itələyər, onda ikinci kürənin sol tərəfinə də müsbət yüklər yığılmış olar bu şəkildə. Baxaq üçüncü kürəyə. Üçüncü kürəni də 1-ə yaxınlaşdırsaq, yenə bu üçüncü kürənin daxilindəki mənfilər yığılar müsbət yüklər tərəfə, birinci kürənin müsbətləri onu cəzb eləyər və müsbəti itələdiyinə görə üçüncü kürənin müsbət yükləri də gəlib bu tərəfə yığılmış olar. Və bizdən hər iki kürənin sağ tərəfin necə yükləndiyini tapmağımızı istəyir. İkinci kürənin baxırıq, sağ tərəf bu tərəfdir. Bura necə yüklənibdir? Mənfi yüklənib. Üçüncü kürənin sağ tərəfi necə yüklənib? Bu isə müsbət yüklənib. Deməli, ikinci kürənin sağı mənfidir
və 3-cü kürənin sağı isə müsbət. Cavab olur A variantı. 24. Mənfi yüklənmiş birinci kürənin sağında ikinci və üçüncü kürələr yerləşdirilmişdir. Üçüncü kürənin sol tərəfi necəyə yüklənər? Deməli, yenə eyni qayda ilə baxırıq bu tip suallara. İkinci kürənin, baxın, birinci kürə mənfi yüklənir. Bu ikinci kürənin hansı yüklərini özünə cəzb eləyər? Əlbəttə ki, əks işarəli yükləri cəzb eləyər, müsbətləri. Gəlib müsbətlər yığılar bu hissəyə. Bəs mənfiləri ara yığılar, onun əksinə. Mənfilər də itələndiyinə görə gəlib bu hissəyə yığılmış olar. İndi ikinci kürənin sağı mənfidir. Bu üçüncü kürənin hansı yüklərini özünə cəzb eləyər? Müsbətlərini. Onda üçüncü kürənin müsbətləri yığılar bura. Mənfiləri ara yığılar, mənfini itələyər, mənfilər də yığılar bu tərəfə. Və bizdən nəyi istəyir? Üçüncü kürənin sol tərəfi. Üçüncü kürənin sol tərəfdə baxın bu hissədir. Bu da necə yüklənibdir? Bu hissə müsbət yüklənmiş olar. Cavab olar B variantı. Baxaq 25-ə. Neytral kürənin ətrafına iki müsbət yüklü kürə yerləşdirilmişdir. Bu kürənin daxilində mənfi yüklər kürənin hansı hissəsində toplanır? Deməli, bu kürənin daxilindəki mənfi yüklərin hansı hissədə toplandığını tapmamızı istəyir. Gəlin bu kürələri adlandıraq. Buna mən deyim birinci kürə, buna da deyək ikinci kürə. Baxın, bu birinci kürə müsbət yüklənib. Onda bu neytral kürənin daxilindəki mənfi yüklər neyinər? Özünə doğru cəzb eləyər. Mənfilərin bir hissəsi yığılar bura. Eyni şəkildə ikinci kürədə müsbət yüklənib. O da mənfilərin bir hissəsini cəzb eləyər bu tərəfdən özünə doğru. Onda mənfilər hara yığılır? Bax, görürsünüz, bir hissəsinə və 3 hissəsinə mənfi yüklər yığılmış olur. Cavab olur D variantı. Sonra 26. Mənfi yüklənmiş cisim neytral cismə yaxınlaşdırılır. Bu zaman neytral cismin daxilində hansı hissəciklər, hansı zərrəciklər yerini dəyişir? Bu proseslər zamanı elektronlar öz yerini dəyişmiş olur. Cavab olur C variantı, elektronlar. Deməli, baxaq 27-yə. Şəkildə iki hal göstərilmişdir. Birinci halda müsbət yüklənmiş cisim elektroskopa toxundurulur. İkinci halda isə yaxınlaşdırılır. Bu hallar üçün elektroskopun metal başlığı və vərəqlərinin necə yükləndiyini təyin edin. Deməli, toxundurulma zamanı burada bir yük paylanması baş verir. Yəni, elektroskopun mənfi yükləri keçir bu çubuğa, yəni yüklü çubuğa, onun müsbət yükləri isə keçir elektroskopa. Bu toxundurulma zamanı elektroskopun başlığı da və vərəqləri də müsbət yüklənmiş olur. Başlıq da vərəqlərdə. İkinci halda isə yaxınlaşdırılır. Bu zaman, bax, bayaq kürə məsələlərində etdiyimiz kimi, müsbət yüklü bir cismi yaxınlaşdırırıq. Onda bu elektroskopun daxilindəki, yəni toxundurmuruq, ancaq yaxınlaşdırırıq. Elektroskopun daxilindəki mənfi yükləri özünə tərəf cəzb eləyər. Onda mənfi yüklər gedib toplanar çubuğa yaxın tərəfdə, yəni baxın bu hissədə, elektroskopun başlığında və müsbətləri də itələnmiş olar eyni zamanda. Onda müsbətlər də gəlib hara yığılar? Elektroskopun vərəqlərinə yığılmış olar. İndi baxaq burada qeyd eləyək. Birinci halda başlıq. Birinci halda başlıq dedik necə yüklənir? Müsbət yüklənir. Baxın müsbət. Birinci halda vərəqlər. O da müsbət yüklənir. İkinci halda başlıq. İkinci hal bu halda. İkinci halda neynədir başlıq? Mənfi yükləndi və ikinci halda vərəqlər müsbət yükləndi. 28. Şəkildə elektrik sahəsini yaradan yükdən eyni məsafədə yerləşdirilmiş Q0 və 5Q0 sınaq yükləri göstərilmişdir. Həmin nöqtələrdə elektrik sahəsinin intensivliyini müqayisə edin. Elektrik sahəsinin intensivliyi sahəni yaradan yükdən asılıdır. Sahəni yaradan yükdən asılıdır və bir də sahəni yaradan yükdən olan məsafədən, yəni R-dən asılıdır, məsafədən. Məsafədən tərs asılıdır, baxın, məsafədən tərs asılıdır. Amma yükdən düz mütənasib asılıdır, düz asılıdır. Bunun əslində düsturu var, o düstur şəklində, düsturdan gəlir bunlar. Amma düsturu 7-ci sinif proqramında yoxdur deyə düsturunu yazmaq istəmirəm. Ona görə bu şəkildə yadda saxlamanızı istəyirəm. Çünki bu suallar 7-ci siniflər üçün hazırlanıb, amma düstur istifadə olunmur 7-ci sinif proqramında, düstur yoxdur. Amma bu suallara ehtiyac var, çünki RFM-də bu tip suallar mövcuddur. Əvvəlki illərin RFM-ilə bu cür suallar düşübdür. Deməli, Q-dən, yəni sahəni yaradan yükdən düz mütənasib asılıdır, sahəni yaradan yükdən olan məsafədən isə tərs mütənasib asılıdır. İndi burada baxırıq. Gəlin bunları silim. Sahəni yaradan yük, Q yükü verilib bizə və sahədən olan məsafədə 2 dənə sınaq yükü verilib. Birinin miqdarı Q0-dır, biri isə 5Q0-dır. Hər ikisi eyni məsafədədir. İntensivlik demişdik nədən asılıdır? Q-dən və R-dən. Q hər ikisi üçün eynidir.
Bəs R də hər ikisi üçün eynidir. Yəni hər ikisi eyni məsafədədir. Və burada fərqli olan nədir? Sınaq yüklərinin miqdarıdır. Bu sınaq yükləri bir-birindən neçə dəfə fərqlənir, fərqlənsin. Fərqi yoxdur. Elektrik sahəsinin intensivliyi sınaq yükündən asılı deyil. Yəni bura məsələn 1 desək, Y1. Burada Y2 desək. Bunlar bir-birinə bərabərdir. Niyə? Çünki eyni yük tərəfindən yaranıb sahə və yükdən olan məsafələr də həmin nöqtələr üçün bir-birinə bərabərdir. Məsafələr bərabər, yüklər bərabər olduğuna görə bu intensivliklər də bu nöqtədə bərabər olmuş olur. Q0 yükləri qiyməti yəni bir-birindən nə qədər fərqlənir, fərqlənsin. Heç bir fərqi yoxdur. Elektrik sahəsinin intensivliyi yəni Y deməli Q-dən, daha doğrusu Q0-dan, sınaq yükündən asılı deyil. Sonra 29. Şəkildə elektrik sahəsini yaradan yükdən eyni məsafədə yerləşdirilmiş 2Q0 və 3Q0 sınaq yükləri göstərilmişdir. Həmin nöqtələrdə elektrik sahəsinin intensivliyini müqayisə edin. Yenə bayaqki eyni tipli sualda Q hər ikisi üçün eynidir, R eynidir, yəni məsafələr eynidir. Hər ikisi yükdən eyni məsafədə yerləşibdir və sınaq yükləri bir-birindən fərqlənir 1.5 dəfə. Biri 2Q0, biri 3Q0'da, amma bunun heç bir fərqi yoxdur. Niyə? Çünki biz sahənin intensivliyinə baxırıq. İntensivlik dediyi nədir? Sınaq yükündən asılı deyil. Onda yazarıq Y1 bərabərdir Y2 bu nöqtələr üçün. 30. Şəkildə elektrik sahəsini yaradan Q və sahəyə gətirilmiş Q0 sınaq yükü təsvir olunmuşdur. Əgər sınaq yükünü 5Q0 yüklə əvəz etsək, sahənin intensivliyi necə dəyişər? Sahəni yaradan yük budur, Q yüküdür. Sahəyə gətirilən isə bu Q0'dır. Deyir bunu Q0 yox, 5Q0 etsək, bu nöqtə üçün intensivlik necə dəyişər? Əlbəttə ki, dəyişməz. Niyə? Bayaq dedik ki, elektrik sahəsinin intensivliyi sınaq yükündən asılı deyil. Burada biz əgər bu Q-nün, yəni sahəni yaradan yükün miqdarını dəyişsəydik, burada intensivlik dəyişə bilərdi. Yəni dəyişərdi. Amma Q0, yəni sahəyə gətirilmiş sınaq yükünün miqdarını dəyişməyi bu intensivliyə heç bir dəxli yoxdur. O intensivliyi dəyişmir. Baxaq 31-ə. Mənfi yükün yaratdığı elektrik sahəsinin intensivliyinin AB, BC, CD və DA hissələrində necə dəyişər? Aha, indi intensivliyi bayaq dediyimiz məsafədən asılılığı burada önəmlidir. Burada mənfi yükdür, yəni sahəni yaradan yük dəyişmir. Bu sabitdir. Onda intensivliyin nədən asılı qalır? Radiusdan və daha doğrusu məsafədən. Və məsafədən necə asılıdır dedik? Tərs asılıdır. Yükdən uzaqlaşdıqca intensivlik azalır, yükę yaxınlaşdıqca isə intensivlik artmağa başlayır. İndi baxaq AB hissəsinə. AB hissəsi baxın bu hissədir. Və bu hissə, burada bir məqam var. Burada məsafə dəyişmir. Çünki bu baxın, bu bir çevrədir. Bu yük çevrənin mərkəzində olsa, onda bu nöqtələrin hər biri o mərkəzdən R məsafədədir. Yəni bir radius qədər məsafəsi var. Radius qədər məsafəsi var, yəni A-dan B-yə qədər olan baxın bu hissədə hər bir nöqtə yükdən eyni məsafədədir. Artıq burada məsafə də dəyişmir. Bayaq dedik yük dəyişmir, sahəni yaradan yük. Məsafə də dəyişmir. Onda intensivlik neyiniyər? İntensivlik də dəyişməz. AB hissəsində, baxın buraya yazıram, dəyişməz. BC hissəsi. BC hissəsində yük əvvəlcə B nöqtəsi buradaydı və sonra gəlir C-yə. Neynədir? Yaxınlaşdı. Yükę yaxınlaşmış olur. Yaxınlaşırsa bayaq dedik neynir? Yəni məsafə azalıbdır. Onda intensivlik artmış olar. Baxın bura deyək BC hissəsinə. Bura artar. Yenə CD hissəsi. Baxın CD hissəsi bu şəkildə gəlir. Burada bir çevrədir. Çevrənin mərkəzinə gəlir bu mənfi yük qəbul etsək, yenə CD-yə qədər olan məsafədə hər bir nöqtə bu yükdən eyni məsafədədir. Eyni məsafədədirsə artıq məsafə dəyişmir, yük dəyişmir, onda intensivlik neyniyər? İntensivlik də dəyişməz. Dəyişməz. Və var nə? DA hissəsi. DA hissəsini burada siz videonu dayandırın. Elə mən də bir 5 saniyə gözləyirəm. Cavablamağa çalışın. DA hissəsində intensivlik necə dəyişər? DA hissəsində intensivlik neyniyər? Baxın, əvvəlcə buradaydı D-də, sonra A-ya getdi. Məsafə neynədir? Yükdən olan məsafə əvvəlcə bu nöqtə idi, indi yaşıl rənglə çəkirəm. Məsafə oldu bu nöqtə. Məsafə neynəmiş oldu? Artmış oldu. Bunlar da bir-birindən tərs asılı olduğuna görə onda intensivlik neyniyər? Azalar. Qısacası, yükdən uzaqlaşdıqda intensivlik azalır, yükę yaxınlaşdıqda intensivlik artır. Bu şəkildə. İndi DA hissəsində dedik ki, neynədir? Azaldı. Azaldı.
Sonra, hə, bu da bu qədər. Sağ olun, salamat qalın.